Sözdələn, sözdən səs gəlir. Sözdələnən layihənin veb saytından və Coffee.al platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm. Bir rəsm qalereyasına daxil olursan. Divarlarda əsərlər və hər əsərin yanında kiçik bir lövhə. Müəllifin adı, əsərin adı, ili və s. Bu yazılar bizə sənətkarın düşüncəsini hiss etməyə, onun dünyasına daxil olmağa kömək edir. Amma indi təsəvvür et, hər lövhədə sadəcə bir cümlə yazılıb. Süni intellekt tərəfindən yaradılıb. Bu səssiz cümlə bir sual doğurur. İncəsənət artıq kimindir? İnsanınmı yoxsa maşının? Sözdələndə Şotlandiyalı elmi yazar R.J. Mackenzie'nin Süni intellekt incəsənətə necə təsir edəcək adlı məqaləsini sənə danışıram. Bugün süni intellekt modelləri insanın birbaşa iştirakı olmadan əsərlər yarada bilir. Bu təkcə qalereyalarda deyil, həm də dizayn, reklam, yazı və media kimi bir çox sahələrdə öz təsirini göstərir. Şirkətlər indi illərlə bu işlə məşğul olan mütəxəssisləri deyil, sadəcə bir proqramı seçə bilir. Və bu bir çox yaradıcı insanlar üçün narahatlıq doğurur. Artıq insanlar arasında müzakirə başlanıb. İnsan yaradıcılığının dəyəri nədən ibarətdir? Süni intellektin yaratdıqları ilə onu ayırmaq mümkündürmü? Bir sənətkar yeni ideya üzərində düşünəndə beynində yüzlərlə siqnal, yüzlərlə əlaqə yaranır. Bəzi sahələr plan qurur, bəziləri isə azad şəkildə yeni fikirlər kəşf edir. Bu iki prosesin birləşməsi insan yaradıcılığını bənzərsiz edir. Süni intellekt isə sadəcə öyrəndiyi nümunələri qarışdırır, birləşdirir və nəticə yaradır. Yəni o, insanın yaratdığı məlumatlar olmadan özbaşına orijinal fikir ortaya qoya bilmir. Montreal Universitetinin professoru Karim Jerbi belə deyir. İnsan yaradıcılığı həyat təcrübəsindən, gördüyü sənətdən, insan münasibətlərindən doğur. Süni intellekt isə hələ də məlumat bazasının içində ilişib qalıb. Amma bir gün bu modellər özünü dərk etməyi və yeni əlaqələr qurmağı öyrənsə, bəlkə də onlar da insan yaradıcılığına yaxınlaşa bilər. İllüstratorlar Assosiasiyasının icraçı direktoru Rachel Hill deyir, icma arasında çoxlu qorxu var. Çünki gündəlik sifarişlər bizim əsas gəlir mənbəyimiz indi süni intellekt tərəfindən əvəz olunmaq riski altındadır. Cambridge Universitetindən Anne Kristin Glenser də eyni narahatlığı bölüşür. O deyir ki, bəzi peşələr artıq yox olmağa başlayıb. Xüsusilə də səs aktyorları, çünki süni intellekt onların səsini və obrazını təqlid edə bilir. Tarixdə texnologiya həmişə iş yerlərini dəyişib, amma bu dəfə fərqli bir şey var. Süni intellekt çox sürətlə yayılır və bir texnologiyanın bütün bir sənət sahəsini dəyişməsi üçün artıq az zaman kifayət edir. İllüstratorlar Assosiasiyasının sorğusuna görə 7000 illüstratordan 1/3 artıq süni intellekt səbəbindən işini itirib. Bu da onların orta hesabla $12.500 gəlir itkisi deməkdir. İllüstratorlar Assosiasiyası hesab edir ki, şirkətlər süni intellekt modellərini öyrənmək üçün bir əsəri istifadə etməzdən əvvəl müəllifdən icazə almalıdırlar. Amma bir çox ölkələr bunun əksini təklif edir. Bu halda sənətkarlar öz işlərini sistemdən çıxarmaq üçün özləri müraciət etməlidir. Amma bu, onların əsərlərinin internetdə görünməsini çətinləşdirir. Sorğuya əsasən illüstratorların 90% hesab edir ki, bu sistem onların işinə ciddi zərər vurur. Süni intellektin yaratdığı əsərlər insan sənətinə getdikcə daha çox bənzəyir. Amma hələ ki, bu texnologiya insanın niyyətini, məqsədini və hissini təkrarlaya bilmir. Rachel Hill deyir, insan tərəfindən yaradılmış illüstrasiya baxanla vizual bir söhbətdir. Əgər bu söhbətin başlanğıcında insan yoxdursa, əsərdəki səmimiyyət də, həqiqilik də itir. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Coffee.al platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.